qabaq bildiyin qalxır da oynayır. O da elə samolyot teması. Yəni bu ondandır. Tank 700 modeli hal-hazırda avtomobili test yürüyüşünə çıxartmışıq. Yəni avtomobilin hündürlüyü göründüyü qədər olduqca yüksəkdədir. Yəni mən belə deyim, içinə rahat baxa bilmirəm. Plug-in hibriddə elektrikin səsi daha çox, yəni belə deyək, biruzə verir, görsənir. Onda belə deyək, motorun səsi tam başqa bir şeydir. Yəni bu sport maşını. Komplektasiya da mövcuddur. Hal-hazırda test etdiyimiz ən maksimalıdır və plug-in hibrid tam elektrikdə yürüyüşü 100 km-ə yaxın, qarışıq rejimdə isə 1000 km-ə yaxın məsafə qət etmə bacarığı var. Avtomobil 95 benzindən çalışır. 100 km-ə qarışıq rejimdə benzin sərfiyyatı cəmi 3 litrdir. Avtomobilin 0-100 sürətlənməsi 3.5 saniyədir. Bayaqların bunu test elədik. Yəni yerindən götürmək həqiqətən qabaq bildiyin qalxır da oynayır. O da elə samolyot teması. Yəni bu ondan. Head-up displeyi öz yerində. Bu da köməklik göstərir bəzi yəni maneələri. Toqquşma xəbərdarlıqları öz yerində, 360 kamerası. Həm ön, həm arxa oturacaqların isidilməsi, masaj sistemi, ventilyasiyası, ekran ölçüsü 16.5 ölçüdə, səs sistemləri, harman, kardon, daxili işıqlandırmaları, 16 ədəd işıqların sayı da, rənglərin sayısı 256 ədəd. Avtomobildə pnevma askısı var. Yəni istəyirsiniz avtomobili daha yüksəyə qaldırıb sürə bilərsiniz, istəyirsinizsə də normal olaraq, yəni daha alçaqdan. Bundan sonra hansı avtomobilin test videosunu istəyirsinizsə, buyurub komment bölməsində fikirlərinizi bildirə bilərsiniz. Tank olsun, Lincoln olsun, ümumiyyətlə belə deyək, SUV olsun, sport style olsun, yoxsa nə bilim sedan olsun, fikirlərinizi bildirin. Bacardığımız qədər, vaxt elədiyimiz qədər avtomobilləri test yürüyüşünə çıxardıb daha ətraflı şəkildə məlumatı sizinlə bölüşməyə çalışacağıq.